Recep Tayyip Erdoğan'ın utangaç bir diktatörden kendi kimliğiyle barışık bir diktatör. Bir neçə gün əvvəl Türkiyəli stendapçı Deniz Göktaşın həbsi siyasi satiranın əhəmiyyətini bir daha gündəmə gətirdi. Bəs bu hansı oxşar hadisələri yada salır? Qısa xronologiyaya nəzər salaq. 2013-cü ildə İslam dinini və Misirin o zamanki prezidentini təhqir etmə ittihamı ilə komediyaçı Bassem Youssef həbs edildi. Abdel Fattah Es-Sisi'nin hakimiyyətə gəlməsindən sonra isə o Misiri tərk etməyə məcbur oldu. Doof, feige und verklemmt ist Erdoğan der Präsident. 2016-cı ildə oxşar qalmaqal Almaniyada baş verdi. Komediyaçı Jan Böhmermann Türkiyə prezidenti Erdoğan haqqında satirik şeir səsləndirdi. Ankara buna sərt reaksiya verdi və Almaniyadan onun cəzalandırılması tələb etsə də buna nail ola bilmədi. Hindistanda isə satira təkcə siyasi liderləri yox, dini və milli kimlik məsələlərinə də toxunduğu zaman təhlükəli hala gəlir. 2021-ci ildə müsəlman komediyaçı Munavvar Faruqi Hindu tanrılarını təhqir edən zarafatlar etməkdə ittiham olundu və həftələrlə polis nəzarətində saxlanıldı. Halbuki o həmin zarafatları səhnədə etmədiyini deyirdi. Я говорил о поиске жилья, о трудностях поиска жилья не славянам. Eyni ildə Azərbaycan əsilli Belaruslu stendapçı İdrak Mirzəlizadə Rusiyadakı açıq irqçilik haqqında etdiyi zarafata görə 10 gün Rusiya hökumət tərəfindən saxlanılıb. Amma məsələ bununla bitmədi. Sonradan onun Rusiyaya girişi də qadağan edildi. Bütün bu hadisələr özündə nəyi birləşdirir? Guardianın jurnalisti Oliver Holmes bir cümlə ilə belə izah edir. Dünyanın müxtəlif yerlərində demokratiya zəiflədikcə əksərən komediyaçılar üçün də gülüş sona çatır. Bəs siyasi azadlıqların məhdud olduğu ölkələrdə vəziyyət necədir? 2009-cu ildə Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin Almaniyadan 42.000 avroya ixrac etdiyi 2 eşşəklə bağlı yumoristik məzmunlu video çəkildi. Baxmayaraq ki, açıq şəkildə heç bir siyasi fiqurun və ya siyasi başçının adı çəkilmirdi, hadisədən sonra gənc aktivistlər Emin Abdullayev və Adnan Hacızadə xuliqanlıqda ittiham olunaraq həbs cəzasına məhkum edildilər. Onlar 2 il yarım sonra azadlığa çıxsalar da, o zamandan bəri siyasi yumorun kinayəli gülüş səsləri daha az eşidilməyə başlandı. Hüquqşünas Emin Abbasov yumorun ifadə azadlığı olmasına diqqət çəkərək onun Azərbaycandakı vəziyyətindən gileylənir. İfadə azadlığı hüququna satira, yumor, tənqid deməli daxildir. Yəni siyasi tənqidlər kimi bir sıralarda istər dövlət başçısına, istər digər nüfuzlu şəxslərə cəmiyyətdə tənqid, istər siyasi tənqid, istər bu tənqid eyni zamanda satira və yumor vasitəsilə istifadə etməklə edildikdə belə bunlar tamamilə ifadə azadlığı ilə qorunur. Normal və belə deyək, hüququn aliliyinin, demokratik bu prinsiplərin işlədiyi mühitlərdə deməli əsas yanaşma qayda budur ki, satira, yumor kimi deməli bu bədii vasitələr deyə bilsək buna demək, bu vasitələrlə ictimai əhəmiyyətli mövzuların müzakirəyə çıxarılması, onların şəxslərin tənqid edilməsi tamamilə ifadə azadlığının mühüm belə deyək, təminatı altındadır. Bununla belə, xüsusən də Azərbaycan nümunəsində qeyd eləsək, bunun sərhədləri çox təəssüf ki, müstəqil məhkəmələrin olmadığı, hüququn aliliyi ilə bağlı çox ciddi institusional problemlərin olduğu bir şəraitdə, yəni Azərbaycanda çox təəssüf ki, bu ifadə azadlığı ilə deməli, ifadə azadlığını məhdudlaşdırmaya əsas verən bu legitim əsaslar çox təəssüf ki, deməli, sərhədləri bu ümumi hüququn aliliyi prinsiplərinə, demokratik prinsiplərə uyğun deyil və nə Azərbaycan məhkəmələri, nə ümumiyyətlə Azərbaycan qanunvericiliyində bu sərhədlər deməli, qeyd etdiyim hüququn ümumi prinsiplərinə uyğunlu şəkildə ayrılmırlar. Fransız filosof George Bataille gülüşün fəlsəfi əhəmiyyətindən danışarkən deyir ki, insan güləndə birdən anlayır ki, sabit, ciddi və dəyişməz sandığı dünya əslində o qədər də sabit deyil. Əvvəl normal və güclü görünən şey birdən gülməli, saxta və aldadıcı görünməyə başlayır. Bəlkə elə öz hakimiyyətini qorxu üzərində inşa etmiş siyasi rəhbərlərin narahatlığına səbəb də elə budur. Aktyor Elmin Bədalov avtoritar fiqurların satiraya həssas münasibətini onların egosundan çox bu incəsənət növünün dəyişiklik yaratmaq potensialı ilə izah edir. Mənə görə burada başqa bir mexanizm var. Bu mexanizm odur ki, məsəl üçün yumorda, satirada insanlar dinləyərkən bu gülüşdən əvvəlki proses baş verir. Bu gülüşdən əvvəlki proses nədir? Proses ondan ibarət insanlar buradakı uyğunsuzluğu görür
Əvvəlcə düşüncədə bu proses baş verir. İnsanların düşüncəsində bu uyğunsuzluq, paradoks, belə deyim, saxtakarlıq üzə çıxır və bu saxtakarlığı gördükdən sonra insanda bir gülüş baş verir və bu gülüş xüsusən də bir insan tərəfindən yox, bir kollektiv şəkildə baş verəndə bu kollektiv düşüncədəki dəyişim baş verir və avtoritar sistemlər məhz bu düşüncədəki dəyişimdən narahat olurlar və İncəsənəti, medianı cəmiyyətə xidmət edən və görünməzi görünən edən adlandıran aktyor sərt siyasi rejimlərin miflərini dağıtmaq üçün satiranın rolunu əhəmiyyətli hesab edir. O bildirir ki, satira tarixən toxunulmaz hesab edilən fiqurları hədəf aldığı üçün hökmdarların və diktatorların qəzəbinə tuş gəlib. Onun sözlərinə görə bunun nümunələrini bugün Azərbaycanda da müşahidə etmək mümkündür. tək yəni o dövrdə deyil, misal üçün bir dövrdə də, misal üçün bizimlə bağlı baxsaq, bizim misal üçün diktatorla bağlı belə bir ifadə başdırdılar. Məsələn, dəmir yumruq belə formalaşdırdılar və bunu hətta onun özünə belə dedizdirdilər və bu məsələn mən Facebookda daha çox belə rast gəlirəm. Bilmirəm kimlər tərəfindən bu yaradılıbdı. Dəmir yumruq. Bu dəmir yumruqla düşmənin başını əzirik. Belə bir xəmir yumruq ifadəsi işlədirlər. Məsəl üçün burada baxanda bu satiranın bir növüdür və bu onun əslində bəzi insanlar üçün belə fikirləşirlər ki, bu satira təhqir və yaxud da alçaltmaq üçündür. Amma əslində orada uyğunsuzluq var və bu göstərir ki, əslində krallar, şahlar və yaxud da diktatorlar da ora gətirib çıxarır ki, bunlar əslində adi insanlardır və belə, yəni bu sadəcə miflərdir. Mif dağıldığı üçün belə deyim, simvolika dağılır və əslində qırılma oradan baş verir. Qısası, gülüş həqiqətənmi insan ömrünü uzadır ya yox, bu hələ də elmi müzakirə mövzusudur. Ancaq bir məqam aydındır. Siyasi tənqidlə yoğrulmuş gülüş, dolayısıyla ifadə azadlığı, demokratiyanın ömrünü uzatmaqda vasitə ola bilər.